Amazon Dropshipping ilə evdə oturub Amerikaya məhsul satmaq mümkündür. Stop tutmadan az pulla başlamaq və passiv gəlir əldə etmək olar. 2026 aktual bələdçi. Necə başlamaq, hansı məhsullar, qaydalar və səhvlərdən qaçmaq. Amazon Dropshipping sadəcə bir iş modeli deyil. Az risklə böyük azadlıq verir. Məhsulu əvvəlcədən alıb saxlamırsan. Müştəri sifariş verəndə tədarikçidən alıb birbaşa müştəriyə göndərtirirsən. Sənin işin yalnız satış etmək, reklam çəkmək və sifarişləri idarə etməkdir. 2026-da bu model hələ də çox effektivdir. Çünki qlobal onlayn alış-veriş bazarı böyüməyə davam edir. Əsas üstünlüklər: stok tutmağa ehtiyac yoxdur. Evində ambar qurma, pul bağlama. Sifariş gələndə ödəyirsən, qazancın qalır. Aşağı başlanğıc xərci. Amazon professional hesab aylıq təxminən $40. İdarə proqramı, məsələn, Autodesk və ya Helium 10 $50-dan $60 qədər. Cəmi $100-dan $150 qədərlə başlamaq mümkündür. Hər yerdən işləmək. Evdə, tətildə, istənilən yerdə, yalnız internet və kompüter kifayətdir. Vaxtını özün idarə edirsən. 2026-da Azərbaycandan necə başlamaq olar? Addım-addım. Amazon Seller hesabı aç. amazon.com/sell saytına daxil ol. Professional hesab seç. Pasport, beynəlxalq bank kartı və ünvan lazımdır. Azərbaycandan qeydiyyat mümkündür, lakin bəzən VPN, ABŞ serveri ilə daha asan olur. Məhsul seç. Tələb yüksək, rəqabət az olan sahələrə diqqət et. Ev məişət əşyaları, mətbəx alətləri, təmizlik vasitələri, sağlamlıq aksesuarları, heyvan məhsulları. Araşdırma üçün Jungle Scout və ya Helium 10 kimi alətlərdən istifadə et. Pulsuz sınaq variantları var. Tədarikçi tap. Ən sadə yol. Amazonun özündən. Retail arbitraj. ABŞ Amazondan alıb, Kanada və ya Avropa Amazonda sat. Alternativ olaraq AliExpress, CC Dropshipping kimi platformalar. Əsas qayda. Amazonun fatura və göndərmə qaydalarına uyğun olsun. Məhsulları Amazonda yerləşdir. Mövcud məhsul siyahılarına qoşul. Listing join et. Qiymət təyin et. Rəqiblərdən 10%-dən 20%-ə qədər aşağı, amma qazanc qalsın. Sifarişləri idarə et. Müştəri alarsa, tədarikçiyə sifariş ver, o göndərsin. Autodesk kimi proqramlar bu prosesi avtomatlaşdırır. Diqqət yetirilməli məqamlar. Amazon qaydalarına tam riayət et. Fatura sənin məlumatlarınla olsun. Saxta izləmə kodu istifadə etmə. Rəqib qiymətlərini izlə. Ən azı 30% marja saxla. Müştəri xidməti çox vacibdir. Suallara 24 saat ərzində cavab ver. Müştəri rəylərini yüksək tut. Vergi məsələsi. Böyük gəlir əldə edirsənsə, Azərbaycanda gəlir vergisi ödəmək lazım ola bilər. Pul çıxarmaq üçün Payoneer və ya Wise istifadə et. Amazon Dropshipping az risklə evdən real gəlir əldə etməyin ən sadə yollarından biridir. Əgər doğru addımları atsan, yaxşı nəticələr əldə etmək mümkündür. Bu videonu faydalı gördünsə like et, abunə ol və paylaş.